Cruze yoxsa Malibu? Bax, sual verirəm sizə. Cruze sürənlər də var hal-hazırda, biz izləyənlər və Malibu sürənlər də var. Mənim seçimim var, özü düşünmədən. Əlbəttə ki, Malibu. 2023-ün Malibusudur. İndi Cruze da var, ikinci nəsil Cruze. Buna oxşayır biraz, düzdür, bundan yığacamdır. Amma bunun vidi başqadır da, qardaşım. Düzdür, onun qiyməti ucuzdur, bu bahadır əlbəttə ki, artısa 20 mindən yuxarıdır. 20 min, 23 min arası bir qiyməti var. 23-dən danışacaqsa. Amma mən Malibu alsam, əlbəttə ki, 22-dən yuxarı alaram Malibunu. Çox qəşəngdir. Yəni, disklərdən baxın, 19-luq disklər. Vid özüdür. Hətta maşının vidi o qədər brutaldır ki, yəni ağ rəng belə bu maşın tutur. Çünki ağ rəng elə bir rəngdir ki, hər maşını tutmur da. Yəni maşın kondisionerə oxşayır. Amma bu başqa şeydir də, sözün həqiqi mənasında. Yəni bax bu nikel belə deyək, detallar, bax bu qapının üstündə olanlar hamısı yerindədir. Mən məsələn o Cruze-a 17 mini verməkdənsə, üstünə biraz da 4-dən 5-dən qoyaram, belə bir maşın alaram. Yəni Malibu alaram.